Bismillahirrahmanirrahim. Əziz bacı və qardaşlarım, bugünkü mövzumuz qəlbin qidası zikirdir. İnsan bədəni aclıq hiss edəndə yeməyə ehtiyac duyduğu kimi, qəlb də Allahı xatırlamağa ehtiyac duyur. Bəzən içimiz sıxılır, narahatlıq olur, heç bir şeydən zövq ala bilmirik. Bu halın əsas səbəblərindən biri qəlbin zikirsiz qalmasıdır. Allah Quran-ı Kərimdə buyurur: bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar. Zikr sadəcə dil ilə Subhanallah, Elhamdülillah, Allahu Ekber deməklə deyil. Zikr Allahı unutmaqdan qorunmaqdır. Zikr onun adını qəlbdə yaşatmaqdır. Hətta bir insan sükut içində olsa belə, qəlbində Allah varsa, o zikr halındadır. Zikr insanın içini təmizləyər, gözünü, dilini, ürəyini günahdan qoruyar. Elə bil ki, qəlbin pasını silən bir su kimidir zikr. Peyğəmbərimiz buyurur, qəlblərin də pası vardır. Onun cilası isə Allahı zikir etməkdir. İnsan tək olanda, işləyəndə, yolla gedəndə, nə qədər çətinlik içində olsa belə, qəlbində Allah varsa, heç zaman tənha deyil. Zikr edən insan Allahla bir yerdədir. Bu nə böyük şərəfdir. Gəlin gün ərzində az da olsa belə daim dilimizi, qəlbimizi zikrlə məşğul edək. La ilahə illallah, subhanallah, əstəğfirullah deyək. Bu kəlmələr bəlkə bir cümləlikdir, amma sonsuz əzrlər və nur gətirər insana. Və sonda dua edək. İlahi, qəlblərimizi səni zikr edənlərdən qərar verginən, bizi öz adını sevən və səni unutmaqdan qorxan qullarından qərar ver. Dilimizdən zikrini, qəlbimizdən məhəbbətini əksik etmə. Zikri bizə həyat, qəlbimizə rahatlıq qərar ver. Elhamdülillah Rabbil aləmin.